Salam. Əgər siz onlayn platformalarda satışla məşğulsunuzsa, bir elanın reklamına pul ödəyib onu irəli çəkməkdən və müştəri gözləməkdən, ayrıqda hər bir elana gündəlik reklam qoşmaqdan və ya pulsuz elanların limitli sayda olmağından yəqin ki bezmisiniz. İstədiyimiz qədər elan yükləyə bilsəydik və bütün elanlarımız eyni anda reklam edilsəydi və bizə minlərlə baxış sayı gətirsəydi, necə yaxşı olardı. Lalafoda bu artıq mümkündür. Gəlin bunu necə edə biləcəyinizi sizə göstərim. Lalafo tətbiqində profilinizə daxil olursunuz. Gördüyünüz kimi hal-hazırda 24 ədəd aktiv elanım var və 23 elanım ödəniş gözləyir. Bildiyiniz kimi hər bir kateqoriyanın öz elan limiti var və bu limiti aşan bütün elanlar göstərilmir və ödəniş gözləyir statusunda olur. Amma dediyim kimi, limiti aradan qaldıra bilərik, minlərlə elan yükləyə bilərik və hamısı da reklam olacaq. Bunu necə edək? Yuxarı hissədə hal-hazırda profilinizdəki bütün elanları eyni anda reklam edin yazısı və o yazının altında da gündəlik büdcə xəttini görürsünüz. Bu xətti sürüşdürərək gündəlik xərcləməyə hazır olduğunuz məbləği seçə bilərsiniz. Seçdiyiniz büdcədən asılı olmayaraq elan sayınız limitsiz olacaq və bütün elanlarınız reklam ediləcək. Fərq təkcə Lalafonun vəd etdiyi baxış sayında, yəni reklam əhatəsindədir. Beləliklə, 3 manat 57 qəpik gündəlik büdcə ilə 10.000 16.000 arası, 5 manat 7 qəpik büdcə ilə 17.900 26.800 arası, 9 manat 9 qəpik gündəlik büdcə ilə 36.000 ilə 54.000 arası, 16 manat 31 qəpik gündəlik büdcə ilə 72.000 ilə 109.000 arası və 21 manat 33 qəpik gündəlik büdcə ilə 112.000 168.000 arası əhatə əldə edə bilərsiniz. Təkrar edirəm, seçdiyiniz büdcədən asılı olmayaraq bütün elanlarınız reklam ediləcək və elan sayında da məhdudiyyət olmayacaq. İstədiyiniz qədər elan yükləyə bilərsiniz. Fərq təkcə əldə edəcəyiniz baxış sayındadır. Və buna uyğun olaraq da gündəlik xərcləyə biləcəyiniz büdcəni seçirsiniz. Gəlin 3 manat 57 qəpik büdcəsini seçək və gördüyünüz kimi gündəlik 3 manat 57 qəpiyə reklam 7 gün və daha artıq aktiv olarsa 10.640 15.960 reklam əhatəsi əldə edəcək. Pul kisəsində görürsünüz ki 1 manat 55 qəpik pul var. Yəni bu məbləğ bir gün üçün bütün elanları reklam etməyə kifayət etmir. Gündəlik büdcəmiz 3 manat 57 qəpikdir. Ekranın aşağı hissəsində reklam et düyməsi var. Gəlin o düyməni basaq. Bəli, Lalafo tətbiqi pul kisəmizi doldurmağı təklif edir. Bu ekranda biz nə görürük? Yuxarı hissədə görürük ki, elanların sayı limitsizdir. Yəni, istədiyimiz qədər elan yükləyə biləcəyik və bütün elanlarımız reklam ediləcək. Gündəlik büdcəni görürük, 3 manat 57 qəpik. Bu pul hər gün bizim pul kisəmizdə olan vəsaitdən çıxılacaq vəsaitdir. Və həmin o 3 manat 57 qəpiyə hər gün bütün elanlarımız reklam ediləcək. Və 7 gün üçün ödəniləcək ümumi məbləğimiz 24 manat 99 qəpikdir. Yəni bu pulu indi Lalafo pul kisəsinə yükləsək, 7 gün ərzində hər gün 3 manat 57 qəpik olmaqla limitsiz sayda elanımızı reklam edə biləcəyik. Bu ekrandan Lalafo pul kisəsini doldurmaq üçün göstərilən xanalara kart nömrəmizi, kartın etibarlılıq müddətini və CVV kodunu daxil etmək lazımdır. Daha sonra da ekranın ən alt qismində olan ödə düyməsini basmaq lazımdır. Ondan öncə reklamın avtomatik uzadılmasına razılıq verirəm işarəsini qoya bilərsiniz və ya o işarəni götürə də bilərsiniz. Bu işarə qoyulubsa, bu o deməkdir ki, pul kisənizdə pul bitdikdə, yəni reklama kifayət etmədikdə, kartınızdan yenidən eyni məbləğdə pul çıxılacaq və pul kisəniz doldurulacaq. Bunun olmağını istəmirsinizsə,
işarəni ləğv edirsiniz. Kart məlumatlarımızı doldurduqdan sonra gəlin ödə düyməsini basaq və budur, ödəniş uğurla həyata keçirildi. Tezliklə balansımız artırılacaq. Hətta Lalafodan bizə bildiriş də gəldi. Gəlin o bildirişə nəzər salaq. Budur, Lalafodan bizə mesaj var. Təbriklər, reklamınız artıq aktivdir. Artıq daha çox elan yerləşdirə bilərsiniz. Onların hamısı avtomatik olaraq irəli çəkiləcək. Daha çox elan yerləşdirməyin üstünlüyü nədir? İnsanlar konkret brend, rəng, ölçü və s. üzrə məhsullar axtarır. Odur ki, bütün məhsul və xidmət çeşidinizi onlara göstərin. Gəlin, süni intellektlə asanlıqla yeni elanlar yaradaq. O, sizin əvəzinizə xassələri doldurur və təsvirlər hazırlayır. Və Lalafo bizə təklif edir ki, süni intellekt vasitəsilə yeni elanlar əlavə edək. Çünki qeyd etdiyim kimi, artıq bizim limitsiz sayda elan yerləşdirmə haqqımız var və yerləşdirdiyimiz bütün elanlar da reklam ediləcək. Profilimizə qayıdırıq və görürük ki, artıq 48 elanımızın hamısı aktivdir və ödəniş gözləyən heç bir elanımız yoxdur. Elanlarımızın hamısı da reklam edilir. Hər bir elanın üzərində reklam işarəsi var. Qeyd etmək lazımdır ki, biz əlavə pul ödəmədən yeni yüklədiyimiz elanları da reklam edirik. Yəni, hal-hazırda aktiv 47 elanım var, amma aktiv olmayan 102 elanım var. Aktiv olmayan elanlar arasında hər hansı birini aktivləşdirə bilərəm. Sadəcə gündəlik büdcəni pulsuz seçirəm və pulsuz yerləşdir. Bu qədər sadədir. Yəni, həmin bizim o elanımız da artıq aktivdir və reklam edilir. Hətta saysız, limitsiz yeni elanlar da yükləyə bilərsiniz. Onlar da reklam olunacaq. Bugün biz Lalafonun bir yeniliyinə daha nəzər saldıq. Artıq bütün elanlarımızı eyni anda reklam edə bilirik və elan sayında da limitimiz yoxdur. Bu yenilikdən istifadə etməyə tələsin. Sizə bol satışlar arzu edirəm.